Allah ev olmayanlara ev qismət eləsin. Saray qəsəbəsindəyik, dəyərli dostlarımız. Videoya sonuna qədər baxmağı unutmayın, sizlərdən xahiş edirəm. Səhifəyə də bəyənin, takib olunun. Sizlərə ideal bir mərtəbə 2 sot torpaq sahəsinin üzərində Kupcalı 4 otaqlı ev təqdim eləyəcəyik. Yəni Kupcalı evin də, torpağın da sənəti hazır vəziyyətdədir. Kreditlə məndə evlər yoxdur. Dəyərli dostlarımız, ipotekaya yararlıdır. Dövlət tərəfindən sizlərə ipoteka ayrılıbsa, buyurub zəng edə bilərsiniz. Qiymət 92.000 manat təşkil edir. 2 sot torpaq sahəsinin üzərindədir. Geniş bir şəkildə həyətyanı sahəsi var. Tam daşlarla örtülüb. Qaz, su, işıq, kanalizasiya isə mərkəzidir. Yerləşmə yerini sizlərə deyəcəm, dəyərli dostlarımız. 522-523 nömrəli marşrut xəttlərinə 100 metrlik məsafədə 2 nömrəli məktəb və Yetər Şadlıq evi ilə 100 metrlik məsafəsi var. Yolu yolağası təmiz asfaltdır, mərkəzi giriş qapısıdır, həyət üçün bulağına kimi qoyulub və yerdən 10 daş kürsüdə inşa olunub, dəyərli dostlarımız. Padval sahəsinə giriş koduna kimi qoyulub. Ən əsası isə, önəmli məqamlardan, önəmli tikinti sahəsindən, ən əsası isə 40 santdan bir arakəsmə taxtaların buraxılmağıdır, dəyərli dostlarımız. Gəl, zəhmət olmasa daxil olaq. Burada sağda yerləşir kombi aparatının yeri. İşığına, qazına kimi çəkilib, tamamilə hazırdır. 40 saatdan bir onun 20-yə atılan taxtalardır, millərdir, dəyərli dostlarımız. Zəhmət olmasa çoğunu polu da bir dənə zəhmət olmasa təqdim elə. Evin sahəsinin içərisində bu polun üzərindən laminat işləmələr vurulub. Və otaqların hər birinin altına keçid mümkündür. Toluna kimi vurulub, hazır vəziyyətdədir. Və dəyərli dostlarımız, nəmişlik, rütubət olmayan bir ərazidən sizlərə mülk təqdim edirik. 055-291-35-65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, buyurub zəng edə bilərsiniz. Təqdim etdiyimiz mülkün qiyməti 92.000 manat təşkil edir. Əlbəttə ki, real müştəriyə indirim nəzərdə tutulub. Gəl, zəhmət olmasa daxil olaq. Evin içi ilə tanış olaq. Damı paket şiferdir. Pilləkən sahəsi ağlay daşlarla örtülüb, balyansına kimi vurulub və pilləkən sahəsinin üzərindən dama keçid koduna kimi qoyulub, dəyərli dostlarımız. Bismillah eləyək, evin içinə daxil olaq. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Ümumilikdə 4 otaq, 3 yataq otağı, 1 qonaq otağı, mətbəx, sanitar qovşaqdan ibarətdir. Solda yerləşir mətbəx sahəsi. Və burada yerləşir yataq otaqlarından biri. Qarşı və sağ tərəfə baxan pəncərələr şəbəkə pəncərələrindən üzlənilib. Burada yerləşir sağ tərəfdə qonaq otağı, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Evimiz ön cərgədə inşa olunub, yəni birinci sırada inşa olunub, dəyərli dostlarımız. Həyətinə də heç bir qonşu pəncərəsi baxmır. Bütün pəncərələrin qarşısı tamamilə açıq bir vəziyyətdədir. Böyük kvadratlara malik yataq və qonaq otağı var. Hər bir otağın sisteminin xəttinə kimi çəkilib və pəncərələrin alt tərəfində nəzərdə tutulub. Burada da yerləşir sanitar qovşaq, aksesuarların xətləri və havalandırma üçün pəncərə sahəsi də qoyulub. Dəyərli dostlarımız, bugünlük bu qədər. Gələn videolarda sağ olun, sağlıqla qalın.